Rusiya ordusu nüvə təlimlərinə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlərdə Rusiyanın strateji raket qüvvələri, Sakit Okean və Şimal donanmaları, Uzaq Mənzilli Aviasiya Komandanlığı, Leninqrad və Mərkəzi Hərbi dairələrinin 64 min şəxsi heyəti iştirak edir. Qeyd olunub ki, manevrlər bugün başlayıb və 21 maya qədər davam edəcək. Təlimlərə 140-dan çox təyyarə, 73 hərbi gəmi, 13 sualtı qayıqda daxil olmaqla 7800-dən çox texnika cəlb olunub. Təlimlərə Rusiyadakı sınaq poligonlarında ballistik və qanadlı raketlərin atılması da daxildir. Təlimlərdə o cümlədən Belarusda yerləşən nüvə silahlarının istifadəsi məsələsinin işləniləcəyi də bildirilib. Rusiya Müdafiə Nazirliyinin nüvə təlimlərinə başlanılmasının məlumatından sonra Rusiya Xarici Kəşfiyyat Xidməti də son dərəcə diqqət çəkən məlumat yayıb. Belə ki, qurum Ukraynanın Latviya ərazisindən Rusiyaya zərbə endirməyə hazırlaşdığını açıqlayıb. Bildirilib ki, Kiyev Riqanı Rusiyaya qarşı əməliyyata razılıq verməyə inandırıb. Açıqlamada Ukraynanın Rusiyaya hücum etmək üçün Baltikyanı dövlətlərin ərazisindən dronlar buraxmağı planlaşdırdığı, Ukrayna PUA qüvvələrinin heyətinin artıq Respublika ərazisindən Rusiyaya hücum etmək üçün Latviyaya göndərildiyi qeyd olunub. Rusiya Xarici Kəşfiyyat Xidməti Latviyadakı qərar qəbul etmə mərkəzlərinin koordinatlarının məlum olduğunu və Latviyanın NATO üzvlüyünün onun Rusiyanın qisasından qorumayacağını bəyan etdi.